Adına uzun müddət məhbus olan bir qardaşımız danışmışdır. Mən 7 aydan çox təzyiqxanada qaldım və çox yoruldum. Və məhkəməyə bir ay qalmış, belə ki, psixikanı zədələmək üçün məni ciddi təzyiqdə tək adamlıq kameraya saldılar. O, birbaşa ölüm cərgələrinin üstündə yerləşirdi. Məndən aşağıda bitişik otaqlarda edam cəzasından məhkum edilmiş şəriklər yatmışdı. Danışıqlara əsasən öyrəndim ki, birinin adı Saşkodur, digərinin adı Vaskodur. Onlar çox gənc idi. Birinin 21 yaşı var idi, o birisinin isə 22 yaşı var idi. Digər kameralardan tez-tez qışqırırdılar. Saşko, dostum, oxu zəhmət olmasan. Ürəyində həsrət olduğunu əsas gətirərək oxumaq istəmirdi. Lakin bəzi saysız hesabsız istəklərdə görə boyun əyərək oxuyurdu. İlk dəfə onun ifasını eşidəndə həbsxana mahnısı "Məni niyə göndərdin ayağına, uşaq təhsil koloniyasına?" Mənə elə gəlirdi ki, o ağlayırdı. Ən azından İlk dəfə onun tenoru eşidəndə gözlərim yaşardı. Ölüm cəzasına məhkum olanlara fürsət verirlər ki, əf yazsınlar. Bir dəfə Vasko Saşkoya dedi, Saşko, gəl əf yazaq, yəni bağışlanma yazaq. Saşkonun cavabı qısa və çox qəti şəkildə idi. Ayaq üstə öl. Daha əvvəl baş vermiş bu diyalog haqqında mən məhkumların söhbətindən eşitdim. Və mən orada olanda Saşkodan yenə oxumağını xahiş etdilər. Amma oxumadı və cavab vermədi. Cavabında Vaskonun səsi gəldi. Saşko artıq yoxdur. Necə yəni yoxdur, haradadır bəs? Aparıblar. Hara? Güllələmək üçün aparıblar. Bəs sən, mənə isə bağışlanma gəldi. Bu cavabı eşidəndə qeyri-ixtiyarı gözlərimi yumdum və diz çöktüm. Saşko və Vasko simasında bütün dünya qarşında göründü. Çünki hamı günah edib Allahın izzətindən məhrum olub. Qoy Allah hamıya bu gün xeyirlər versin ki, biz də ruhani əf yazaq və bu əfdən yaralanacaqam ya yox, məndən asılıdır. Amin.